Əgər deyirəm səhər günəş çıxmırsa, o zaman bura mən digər iflərdə, şərtlərdə verə bilərəm. Həmçinin eyni şərtləri true bölməsində də verə bilərəm. Bunu bu qədər bilsəniz bəsdir hərəkəlik, ifi irəlidə ətraflı izah edəcəm. Mən burada nə izah etmək istəyirəm? Endi göstərmək istəyirəm. Enddə burada istənilən qədər şərtimiz olsa 3 end deyək. End tələb eləyir ki, bunların hamısı müsbət olarsa mən müsbət yolunu gedəsiyəm. Oru isə deyir ki, bunlardan biri müsbət olarsa mənə bəsdir o. Yəni müsbət yolunu gedəcəm. And və deməkdir. Or və ya. Və. Yəni bunu yazda saxlayın. Enddə bütün deyək nəticələr, şərtlər, logikal testlər hamısı müsbət olmalıdır. Orada isə 1 olsa bəs edir. Ətlə or bu qədər. Gəlin indi sizə now funksiyasını izah edeyim. Bunları hər şey silə bilərik. Daha öncə or funksiyasını izah etmişdim sizə. İstəyənlər kanalıma baxa bilərlər. Orada ətraflı izah etmişəm. Now da onun balaca qardaş deyək, digər qardaşı. Now-ın aktivləşməkdən ötürü isə deməli, bəzən kontrol və nöqtə virgül işləmir. Bu zaman biz nə eləməliyik? Bu zaman mən normalda belə deyək. Excel faylını sadəcə bağlayıb yenidən açıram. Bu belə xətalar verə bilir. Gördüyünüz daha öncə etdiyim alınırdı, indi isə alınmır. Bir də fikir verdinizsə, burada bəzən ağ kimi oldu. Belə deyək. Tam qara görsənmədi. Ağ fonda belə bir şey oldu. Onda yenə Excel faylını sadəcə bəzən yandırıb bağlayıb yenidən açmaq bəs edir. Now funksiyasına gəldikdə today bugünün şeydir. Now da ingiliscədə indi deməkdir. Şəkillərdir məsələn indi. Yəni bugünün indinin tarixi, bu anın tarixini 19-11. Əgər bu da dinamik funksiyadır. Daha doğrusu bunu mən bunu da sizə göstərim. Bunu yazmaqdan ötürü bir funksiya, yəni yazmaqla bir də bu kombinasiyadan istifadə edə bilərik. Digər forması isə no. Bunu mən tez işlədirəm, hard işlədirəm. İşimlə əlaqədar mali-üzə koordinatoram yerli farmasevtika şirkətlərin birində. Orada nəqva sayının təhvil təslimi tez olur. Mən bunu now verirəm. Artıq tarix və vaxtı yazmaq önəmli olur. Yəni belə bir praktikada işlədə bilərsiniz. Amma bunu bu kombinasiyanı işlətdiyimə görə isə bu heç vaxt dəyişilməyəcək. İndi 19-12-dir. Mən bunu yeniləsəm biraz gözləyək. Vaxt keçsin. 1 dəqiqədən sonra 13. Gördüyünüz 13 oldu, amma yuxarıdakı dəyişmədi. Çünki yuxarıdakı fiksdir. Bu isə dinamik funksiyadır. Hər dəqiqə dəyişəsidir. Hətta bunun saniyəsinə qoymaq olar. Amma lazım deyil. Buradan eləmək olur. Çalışacağım, sizin edim.
seconds. Bəli, 19. Gəlin yeniləyək. 35, 37, 37, 38, 38, 39. Bu funksiyalar bu qədər. Unutmayın, bugün ən vacib dərsimiz and yadınızda saxlayın. And-də hər hamısı, bütün şərtlər müsbət olmalıdır. True-ya keçməyindən ötürü, true yolunu keçməyindən ötürü if-də. Orada isə biri olsa bəs edir. Hətta gəlin bura mən Azərbaycan dilində olan tərcüməsini yazım və ya. Bunu unutmayın. İrəlidə if funksiyasında bunu tez-tez işlədəcəyik. Bu günlük bu qədər. Kanalımızı bəyənib videolarımızı paylaşmayı unutmayın. Həmçinin xüsusi bir funksiyanı öyrənmək istəsəniz, daha irəli funksiyaları, onu da sizlər üçün mən daha doğrusu kanalı mən təklif edirəm. Sizin üçün növbədən funksiya videosu yaza bilərəm. Sağ olun, sağlıqla qalın.